Növbəti bizim deməli məsələ izahımız 8 dərs 8-dəndir. Planetar və geoloji yaşlı. Bu izaha baxaq. Deyir ki, uyğunluğu müəyyən edin. Kaynozoy erası, mezozoy və paleozoy erasına aid olan xüsusiyyətlər. Pantalasın müasir okean varsa, müasir materiklərin yaranması varsa, bunu yadınızda saxlayın. Bunu mezozoya aid eləyin. Yəni 2-yə aiddir A variantı. 1. B. Pangeya, Lavrasiya və Gondvananın qürurlu parçalanması, Pangeyanın, Lavrasiya və Gondvanaya parçalanması bu aiddir paleozoya. 3-ə B variantıdır və 1-ə də Kaynozoy, Tetis okean parçalanması da Kaynozoy erasına aid olan xüsusiyyətdir. Burada birinci sualda düzgün cavab variantımız A variantıdır. İkinci suala fikir verək. İkinci sualda qeyd edir ki, geosiqnalın 3-cü mərhələsinə aiddir. Yəni geosiqnal bilirsiniz ki, 4 mərhələdən ibarətdir. Birinci, ikinci, üçüncü, dördüncü mərhələ. Birinci mərhələdə enmələr, ikinci mərhələdə enmələrlə yanaşı qalxmalar, üçüncü mərhələdə isə dağ-əmələ gəlmə prosesləri baş verir. Daxili proseslər zəifləyir, xarici qüvvənin təsiri ilə düzənliklər yaranır. Bu 4-cü mərhələyə aid olan xüsusiyyətdir. Geosiqnalın bu mərhələsi platformadır. Bu da 4-ə aiddir. Yer qabığının böyük bir hissəsi enmədir. Bu 1-ə aiddir. Yer qabığının enməsi dağ-əmələ gəlmə prosesinin bu 3-ə aiddir təbii ki. Antiqnal və sinknalın yaranması da aiddir ikinci mərhələyə. Həm enmə və həm qalxmalar antiqnal və sinknalın yaranmasına səbəb olmuşdur. Burada düzgün cavab variantımız D variantıdır. Növbəti sual test tapşırığına baxaq. Deyir ki, geosiqnalın inkişaf mərhələlərinin ardıcıl olaraq düzək. Deməli, birinci mərhələdə yer qabığında enmələr baş verir və dəniz hövzəsi yaranır və dibdə qalın çökmə süxurlar toplanılır. Nəticədə temperatur və təzyiqin qalxması ilə süxurlar metamorfizləşir. Bura 1-ə aiddir təbii ki, D variantı. 1-i bura aid elədik. İkinci mərhələdə enmələrlə yanaşı belə deyək, ayrı-ayrı hissələrdə qalxmalar baş verir və bunlar vulkanizm fəaliyyəti nəticəsində süxurlar parçalanır, antiqnal və sinknal yaranır. Bu təbii ki, E-yə aiddir. Bu ikinci mərhələ E-dir. Sonra 3-ə baxaq. 3-cü mərhələdə isə enmələr dağ-əmələ gəlmə prosesi ilə əvəz olunur. Antiqnal, sinknal birləşməsi nəticəsində iri dağ sistemi yaranır. Bu da 3-cü mərhələyə aid olan xüsusiyyətdir. 4-cü mərhələdə isə daxili proses zəifləyir, xarici proseslər üstünlük təşkil edir və dağılaraq düzənliklərə çevrilir və bu mərhələ platforma mərhələsidir. Bu da aiddir buna. Belə. Deməli, 1 mərhələ 1-dir, 2E, 3G, 4C. Növbəti test tapşırığına keçid edək. Deyir ki, bu dövrə aid olan hadisələri, bu eraya aid olan hadisələri deyir ki, Pangeya, Lavrasiya və Gondvanaya parçalanması, Pantalasın sahəsinin artıb azalması, iynə yarpaqlı, çılpaq toxumlu ay döşəyinin, suda, quruda yaşayanların, ilk balıqların, bitkilərin yaranması paleozoy erasına aiddir. Yadınızda saxlayın, paleozoya aiddir. Sonra növbəti bu tipli suallardan biri də buradadır. Qeyd edir ki, cədvələ əsasən 4-cü dövr buzlaşma hansı eraya aiddir? Müasir relyef, Tetis okeanının yaranması, Aralıq parçalanması, Qara, Xəzər, Aral dənizlərinin bir-birinə ayrılması, sonra müasir landşaftın yaranması, insan insana bənzər, bu təbii ki, Kaynozoy erasına aid olacaq. Növbəti test tapşırığında paleozoy erasının hansı dövrlərdən ibarətdir? Paleozoy erası təbii ki, biz qeyd edəcəyik ki, Kembri, Ordovik, daşkömür, Perim. İndi gəlin burada çıxdaş üsulu ilə bunları bir-bir tapaq. Məsələn, görək hansılar aiddir, hansılar aiddir. Məsələn, paleogen fikir verirsiniz. Paleogen, Trias, Neogen. Bunlar paleogen, Neogen, Kaynozoy, Trias isə mezozoya aiddir. Həm də belə deyək də bunlar. Sonra B-yə baxaq. Antropogen Kaynozoya aiddir. Jura mezozoya aiddir. Bunlar səhv fikirdir. Sonra yenə antropogen Jura, antropogen Kaynozoy erası, Jura mezozoy erası, arxey də heç arxey eralarına bölünür, o dövr deyil ümumiyyətlə. Perim, daş kömür, Devon, Silur, Ordovik, Kember. Bu tamamilə doğrudur
ardıcıl desək Kembri, Ordovik, Silur, Devon, Daşkömür, Perm bu ardıcıllıqla gəlir. Bu tamamilə doğrudur. Arxein yenə deyirəm dövr deyil, eradır. Neogen, Paleogen, Jura başqa dövrlərin dövrləridir, başqa eraların dövrləridir. Ona görə səhvdir. Növbəti test tapşırığına baxaq. Deyir ki, uyğunluğu müəyyən pozulmuşdur, yəni doğru deyil. Trias Mezozoya aiddir. Fanerozoy Trias dövrü Mezozoy erasına aiddir. Fanerozoy eonuna aiddir. Bu tamamilə doğrudur. Doğrudursa bizim bundan işimiz yoxdur. Perm Paleozoya aiddir. Kriptozoyda xeyr. Kriptozoyun 2 erası var. Arxe və Proterozoydur. Bundan başqa, yəni bunun eraları yoxdur və dövrləri də təbii ki yoxdur. Yəni 2 də bizdə səhv fikirdir. Sonra fikir verin, Paleogen, Kaynazoy deməli bizə pozulmuşları deyir də, eləmi? Pozulmuşları deyir. Yəni bax burada fikir verin, elə bu pozulub. 2 bilirsən ki, bu pozulub. Sonra bax 2-ni götürə bilərik. Paleogen, Kaynazoy, Fanerozoy. Bu tamamilə doğrudur. Paleogen, Neogen, Antropogen, Kaynazoy erasının dövrləri Fanerozoyun eonunun tərkibindədir. Burada deməli 3 bizim cavab variantımıza uyğun gəlmir. Yəni bunu götürməyəcəyik. 1 ilə 3 gedəcək. Yəni 1, 3 bizə uyğun gəlmir. Jura, Mezozoy, Fanerozoy bu da tamamilə doğrudur. Bizə səhvləri deyir, axtarın tapın. Devon, Mezozoy, Devon Paleozoya aiddir və Fanerozoydur. Burada Mezozoy yazıb, bu da səhvdir. Deməli pozulmuş 2, 5 cavab A variantı düzgün cavab variantımız hesab ediləcək. Növbəti test tapşırığında deyir ki, eralar, dövrlər və bunlara aid olan, burada eralara aid olmalıdır. Hansı dövrlər? Burada uyğunlaşdırmalısan. Məsələn, Trias dövrü. Trias Jura təbaşı. Bunlardan məsələn Trias Paleozoya yox, Mezozoya aiddir. Yəni bu səhvdir. Yəni biri götürməliyik. Uyğun olanı, düzü götürməliyik biz. Neogen, Kaynazoya aiddir. Tamamilə doğrudur. 2-ni götürəcəksiniz. Ordovik, Mezozoya yox, Paleozoya aiddir. Bu tamamilə səhvdir. Yəni bunu götürməyəcəksiniz. 3 də yəni səhvdir. Burada Perm, Kaynazoya yox, Paleozoya o aid olmalıdır. Bu tamamilə səhvdir. Jura, Mezozoya aiddir. Tamamilə doğrudur. 2, 5 cavab D variantı. Növbəti test tapşırığında Paleozoy geoloji erasının dövrlərindən deyil. Deyir ki, Paleozoy geoloji erasının dövrlərindən deyir. Belə bir sual verir. Paleozoy geoloji erasının dövrlərindən olan hansılardır? Kembridir, Ordovikdir. Məsələn, buradan seçək. Devon aiddir. Sonra Silur aiddir. Kembri aiddir. Perm aiddir. Paleogen isə uşaqlar Kaynazoyun belə deyək dövrlərinə aiddir. Paleogen, Neogen və Antropogen. Bunu yadınızda saxlayın. Düzgün cavab variantımız D variantıdır. Növbəti test tapşırığında deyir ki, müvafiq olaraq ən qədim və ən cavan geoloji eralarını müəyyən edin. Ən qədim belə deyək geoloji era Kaynazoydur. Daha doğrusu cavandır. Ən qədim arxe idi. Ən cavan isə Kaynazoydur. Fikir verin. Burada cavab variantı elə D variantıdır. Çünki ən qədimidir. Qədim arxe, cavan isə Kaynazoy. Cavab D variantı. Sonra Kaynazoy erasının dövrləri. Kaynazoy erasının hansı dövrləri var? Paleogen, Neogen və Antropogen. Baxaq görək, yəni 4-cü dövr də adlandırılır. Burada görürsünüz C variantı Paleogen, Neogen və 4-cü dövr, yəni Antropogen dövrü aiddir. Sonra eyni geoloji eraya aid olan dövrləri müəyyən edin. Yəni bu dövrlər eyni eraya aid olsun. Baxın, Neogen Kaynazoydur. Perm Paleozoydur. Jura Mezozoydur. Trias Mezozoydur. Silur deməli Paleozoydur. İndi burada Trias, Jura, Təbaşir, burada 1-5 varmı? Görsən 1 ilə 5-i götürsək, burada cavablar arasında olsa götürə bilərdik. Burada yoxdur. Burada məsələn 3-4 uyğun gəlir. Burada da cavab variantımız C-dir. Yəni eynidir. Bunlarda da eynidir. Ancaq burada cavab variantımız yoxdur. Yəni bizə cavab lazımdır da. Ona görə bunu biz götürmürük. Növbəti test tapşırığında Mezozoy erasının dövrlərinə aid deyil. Mezozoy Trias, Jura, Təbaşirdir. Juranı burada görürük. Təbaşir, Trias, Paleogen, Neogen, Kaynazoy, Perm isə Paleozoydur. 1, 3, 4. Cavab C variantı. Arxe və Proterozoyun dövrləri. Təbii ki, bu
sual çaşdırıcı olaraq verilib. Arxaik və proterozoik dövrləri yoxdur uşaqlar. Heç bir dövrü yoxdur bunların. Yeganə belə deyək eralardır ki, bunların dövrləri yoxdur. Növbəti test tapşırığına baxaq. Sonuncu test tapşırığıdır. Deyir ki, uyğunluğu müəyyən edin. Qranit və bazalt arasında kondrat sərhəddi yerləşir. Doğrudur. Doğru yazılsaydı bunu biz götürəcəkdik. Doğru yanlış yazılıb, uyğun deyil də bu uyğunsuzluqdur. Bu səhvdir. Yer qabağı ilə üst mantia arasında sərhəd deməli deyir ki, yer qabağı ilə üst mantia arasında. Burada yer qabağı ilə yox. Belə deyək, bazaltla üst mantia arasında Benioff sərhəddi adlanır. Bu da doğrudur. Yəni bu əslində yanlışdır. Bu doğrunu bizə, yəni uyğun olan deyir, bu səhvdir. Deməli, bazaltla alt üst mantia arasında sərhəd adlanır Benioff. Sonra astenosfer və litosfer birlikdə tektonosfer birlikdə adlanır tektonosfer. Bu tamamilə doğrudur, ancaq yanlışdır. Bu səhv yazıb, yanlış verib. Alt mantia ilə üst mantia arasında astenosfer, alt mantia ilə üst mantia arasında yerləşir Gutenberg. Gutenberg astenosfer ilə alt mantia arasında yerləşir. Bu ümumiyyətlə yanlış fikirdir. Alt mantia üst mantia ilə birlikdə astenosfer deyil. Bu yanlış fikir olmalıdır. Burada fikir verin, alt mantia ilə üst mantia arasında yerləşən Gutenberg sərhəddi deyil. Bu deməli alt mantia ilə üst mantia arasında astenosfer təbəqəsi yerləşir. Və bu da əslində yanlışdır və yanlış da olduğu üçün biz düzgün götürürük də. Yəni bizə uyğun olandır. Yanlış verib, yanlış fikri də təsdiqləyib. Bunlarda isə məsələn doğru olmayanı doğru götürüb, doğru olanı yanlış götürüb, doğru olmayanı doğru götürüb. Bax belə bu formaya görə. Ona görə düzgün cavab variantımız burada E variantıdır.